Bugünkü proqramımızda Naxçıvan üçün xidmətləri olmuş, zamanda Muxtar Respublikanın idarəçiliyində təmsil olunmuş insanlarla telefon əlaqəsi yaradacağıq. Azərbaycan Prezidentinin səfəri barədə onların təəssüratlarını soruşacağıq. İndi bizimlə telefon bağlantısında Naxçıvan Muxtar Respublikasının Baş nazirinin sabiq müavini, Muxtar Respublikanın sabiq kənd təsərrüfatı naziri hörmətli Məmməd Abbasovdur. Mən xahiş etdim hörmətli Məmməd müəllimdən Naxçıvanla bağlı təəssüratlarını, Prezidentin Naxçıvana səfəri ilə bağlı təəssüratlarını bizimlə bölüşsün. Məmməd müəllim, xoş gördük. Hoş gördük Tural müəllim, hoş gördük. Mən təşəkkür edirəm sizə. Dəvətimi qəbul etdiniz, bizim canlı yayın proqramımıza qoşuldunuz. Mən bilirəm ki, siz Azərbaycanda, Naxçıvanda baş verən prosesləri çox diqqətlə izləyirsiniz. Dünən Azərbaycan Prezidentinin Naxçıvana səfəri barədə də məlumatlısınız. Biraz öncə sizinlə telefon əlaqəsi yaradan zaman bildirdiniz ki, Prezident İlham Əliyevin imzaladığı 258 milyon manat vəsaitinin ayrıldığı sərəncamla da tanışsınız, sərəncamı oxumusunuz. İstəyirəm Naxçıvanın idarəçiliyində vaxtilə təmsil olunmuş, hələ 1990-cı illərin əvvəllərində Ulu Öndərimizin yanında olmuş, Ulu Öndərimizin Naxçıvanın inkişafı, xilası istiqamətində apardığı proseslərin iştirakçısı, bilavasitə iştirakçısı olmuş bir ziyalı kimi Prezidentimizin Naxçıvana son səfəri ilə bağlı təəssüratlarınızı bölüşəsiniz. Prezidentin Naxçıvana son səfəri sizdə necə bir təəssürat yaratdı? Mən bilirəm ki, indi Naxçıvandasınız, kənddə istirahət edirsiniz. İnsanlar buna necə reaksiya verir və sizin təəssüratlarınız maraqlıdır. Buyurun Məmməd müəllim. Mən birinci ilk növbədə onu demək istəyirəm ki, mənə söz verdiyinizə görə, yəni bu məsələ ilə əlaqədar öz fikrimi bildirməyə şərait yaratdığınıza görə sizə Tural müəllim minnətdarlığımı bildirirəm. Çünki mənim üçün böyük şərəfdir ki, bu möhtəşəm səfər haqqında öz fikirlərimi deyim. Deməli, mən 2 aydan artıqdır ki, kəndimizdəyim, arada bir fasilə oldu və Naxçıvanın ab-havasını, insanların münasibətini, baş verən prosesləri burada diqqətlə izləyirəm. Prezidentimizin və vitse-prezidentin bura gəlişi səfəri bizim Naxçıvan zamanında çox böyük bayram əhval ruhiyyəsi yarattı. Çünki dövlət başçısının hansı bölgəyə getməsi o bölgə üçün, onun əhalisi üçün toy bayramdır. Demək olar ki, hər səfərdə biliniz ki, orada böyük iqtisadi inkişaf olacaq və orada xüsusi diqqət olacaqdır. Elə də oldu, mən sizə deyim ki, deməli, möhtərəm prezidentimizin Azərbaycan televiziyasına müsahibəsindən və qəbul etdiyi sərəncamdan Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi haqqında qəbul etdiyi sərəncamdan məlum olur ki, Naxçıvanın inkişafı üçün çox böyük layihələr hazırlanmışdı və onlar artıq həyata keçməyə başlanmışdı. Bir şeyi də qeyd edeyim Tural müəllim. Deməli, son 20 ildə möhtərəm prezidentimiz dediyi kimi dövlət həmişə Naxçıvana xüsusi diqqət göstərmiş. Naxçıvan blokada şəraitində yaşayan bir bölgədir və bu bölgə də bu dövr ərzində həmişə hökumətin diqqətində olmuşdur. Və mən sizə deyim ki, ayrılmış dövlət vəsaitləri hesabına Naxçıvan inkişaf etmişdir. Dövlətdə bir çalışmış bir şəxs kimi bir faktı deyim ki, bizim büdcəmizin 90% dotasiyaydı. 10% öz daxili gəlirləri hesabına formalaşan büdcədir. Əgər o vəsaitlər ayrılmasaydı, bu proseslər, bu işlər o dərəcədə getməzdi. Və haqlı olaraq da prezidentimiz qeyd elədi ki, bugünkü bu Naxçıvanın durumu məhz bu ayrılan vəsaitlərin hökumətin bura göstərdiyi diqqətin hesabınadır. Qəbul olunmuş sərəncamdan belə məlum olur ki, Muxtar Respublikanın sənayesi, nəqliyyatı, təhsili, hətta deyərdim turizm sahəsinə böyük geniş yer ayrılıbdır. Artıq bu məsələlər tədricən həll olunur və o sərəncama əlavələrlə onu göstərir ki, bunlar elə belə kağız üzərində yox, planlı sürətdə faktlarla qeyd olunub ki, hansı işlər görüləcəkdir. Və çox təqdirə layiq halda oldu ki, turizmin inkişafı ilə əlaqədar yeni otellərin salınması, onun təməl töhməsi də birinin həyata keçirildi və digər məsələlərə də toxunuldu. Məsələn, mən sizə deyim ki, düzdür, əsas magistral yollar olsa da Naxçıvanda, kənd arası yollarda çoxlu problemlər var. O sahəyə vəsait ayrılır. 100
layihədir. Digər tərəfdən Naxçıvan yaşıl enerji, bərpa olunan enerji məsələsində də demək önə çəkilibdir. Bu proseslər Azərbaycanda başladığı vaxtdan Naxçıvanda da bu işlər artıq görülür və gələcəkdə buradan bu enerjinin xarici dövlətlərə satışı məsələsi də həll olacaqdır. Kənd təsərrüfatının inkişafı və onun problemləri də diqqət mərkəzində qalıbdır və o öz əksini sərəncamda və hörmətli prezidentimizin müsahibəsində də qeyd olundu ki, burada su təsərrüfat problemləri və bir sıra məsələlər də həll olacaq. Mən sizə deyim, Tural müəllim, kənd təsərrüfatının inkişafında müstəsna rolu olan emal sənaye potensialının Naxçıvanda yaranmasının müstəsna əhəmiyyəti vardır. Və yəqin ki, bu sərəncamda da, bu qəbul olunan qərarlarda da bu məsələlər öz əksini tapacaq. Bir sözlə bu prezidentimizin Naxçıvanda olması sanki bir bayram əhval-ruhiyyəsi, sanki insanların böyük sevincinə səbəb oldu. Bilirsiniz, 30 ildən artıq blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasına bu diqqət, bu qayğı onları sevindirir və hamı böyük ümidlə yaşayır ki, bu Zəngəzur dəhlizi də inşallah açılacaqdır, çoxlu iş yerləri yaranacaqdır. Hörmətli prezidentimiz dedi, işsizliyin aradan qaldırılması üçün də çox gözəl tədbirlər nəzərdə tutulub, yeni sənaye müəssisələrinin yaranması, yeni strukturların yaranması bu məsələyə öz təkanını verəcək. Bir də bir məsələ qeyd olundu, bu da çox təqdirə layiq saldı. Naxçıvan Muxtar Respublikasının idarə olunması, onun təkmilləşdirilməsi prosesi gedəcəkdir. Mən sizə deyim ki, siz də burada vaxtilə çalışmış bir vəzifəli şəxs kimi bilirsiniz. Bizim köhnə konstitusiyada bir sıra vəzifəli şəxslərə elə bir səlahiyyət verilmişdi ki, ondan da ifrat dərəcədə istifadə olunması öz mənfi təsirlərini göstərmişdi. Artıq konstitusiyada dəyişiklik olunmuş, prezidentin səlahiyyətli nümayəndəsi təsis olunmuşdu və hörmətli prezidentimiz də qeyd edir ki, Zəngilan, Şərqi Zəngilan və Qarabağ mahalı ilə Naxçıvan həmişə bir olubdur. Bir demək olar ki, bir iqtisadi zonada və bu qaydada da onun dediyində də belə məlum oldu ki, idarə etmədə kadrların seçilib yerləşdirilməsində çox böyük dəyişikliklər olacaq. Mən sizə bir şey deyim ki, yəni Naxçıvan indi yaxşı vəziyyətdədir və insanların da əhval-ruhiyyəsi yaxşıdır. Amma bu səfər o yaxşı əhval-ruhiyyə daha da böyük bir təkan verdi. Mən fürsətdən istifadə edib bir veteran kimi, bir keçmiş o dövlət işçisi kimi, təqaüddə olan bir insan kimi hörmətli prezidentimizə təşəkkürümü, minnətdarlığımı bildirirəm. Hörmətli vitse-prezidentimizə də, həmişə ona dayaq olan vitse-prezidentimizə də öz minnətdarlığımı bildirirəm. Və mən əminəm ki, bu qəbul olunmuş qərarlar öz əksini tapacaq. Həmişə rəhbərliyin, prezident aparatının nəzarətində olacaq və bu da öz bəhrəsini verəcək. Məhəmməd müəllim, maraqlı bir məqama toxundunuz. Naxçıvanda aparılan böyük quruculuq işlərinin Azərbaycan dövlətinin vəsaiti hesabına həyata keçirilməsinə. Cənab Prezident də bu barədə danışdı və qeyd etdi ki, Naxçıvanda aparılan işlər Azərbaycan dövlətinin büdcəsi hesabına həyata keçirilib. Yəni, Naxçıvanın inkişafının bir müəllifi var, o da Azərbaycan Prezidenti Cənab İlham Əliyevdir. Mən indi yeri gəlmişkən deyim ki, bizə uzun illər, indi siz xatırlatdınız, mən də Naxçıvanda çalışmışam, Naxçıvanda media sahəsinə rəhbərləmişəm və təbliğatı quran insanlardan bir də mən olmuşam. Bizə uzun illər zorla bu təbliğatı apartdırırdılar ki, güya hansısa şəxs burada xüsusi bir deyək ki, qabiliyyətə malikdir, onun xidmətləri sayəsində Naxçıvan belə inkişaf edir. Halbuki bütün Naxçıvan cəmaatı bilir ki, bu işlərin hamısının bir müəllifi var, o da Azərbaycan Prezidenti Cənab İlham Əliyevdir. Bəli, Tural müəllim, bu lap belə keçmişə getsək, 91-ci ilin sentyabrın içində Ulu Öndərimiz Muxtar Respublika Ali Məclisinin sədri seçiləndən sonra Naxçıvan xilas oldu, Naxçıvan aclıqdan qutardı, Naxçıvan təcavüzdən qutardı və o vaxtı da onun dövründə bu islahatlar həyata keçirilməyə başladı və şükürlər olsun ki, 2003-cü ildən də bu tərəfə artıq demək olar ki, 23 ildir ki, möhtərəm prezidentimiz ölkəmizə rəhbərlik edir. O proseslərin davamı olaraq, Ulu Öndərin siyasətinin davamı olaraq Naxçıvan Muxtar Respublikaya xüsusi diqqət göstərdi. Heç bir xərdə adamın burada
rolu zadı olub eləməyibdir. Dövlətin vəsaiti və onun diqqəti hesabına olubdur. Mən də işləmişəm burada 22 il baş nazirin müavini. Deyim ki, nəsə işləmişik, amma burada işləyənlərin zəhməti olubdur. Amma kimisə ayrıca fetişləşdirmək, ortaya çıxartmaq ki, bu fövqəladə bəşər bir şəxsiyyəti yox, elə bir şey demək günah olar. Əksinə mən bayaq qeyd edilərim, konstitusiyada verilmiş o səlahiyyətlərdən o qədər bəzən ifrat istifadə olundu ki, minlərlə kadrların korlanmasına, minlərlə kadrların şərlənməsinə şərait yarandı. Əlbəttə, indiki bu təkmilləşdirmədə də konstitusiyada olan dəyişikliklər və prezidentin səlahiyyəti nümayəndəsinin təsis olunması o şəraiti yaradıb ki, prezident aparatı daimi bura nəzarət eləyəcək. Burada müstəqil bir adam meydan sulamayacaqdır. Və bu da öz təsirini göstərəcək. Əlbəttə, seçilib bura göndərilən kadrların keyfiyyətinə xüsusi diqqət yetirilməlidir. Bura bölgədir, bura muxtar respublikadır. Heç bir təcrübəsi olmayan adam burada fəaliyyət göstərə bilməz. Ona görə də mən belə güman eləyirəm ki, o keçmişin adı nəticələrindən biz hamımız elə rəhbərlikdə bu nəticəni çıxardacaq və bura daha diqqətli, xüsusi diqqət göstərməklə kadr məsələsinə də nəzarət eləyəcək.